İrana bağlı Sepah İslam İnqilabı Keşikçiləri Korpusu strukturlarına yaxın media orqanlarında Azərbaycana qarşı qərəzli və təxribat xarakterli iddialar səsləndirilməyə başlanıb. Musavat.com-un məlumatına görə iddialarda qeyd edilir ki, güya Azərbaycan İsrailə neft satır, bu neft vasitəsilə sionist rejimin hərbi təyyarələri yanacaqla təmin olunur və İran ərazisinə, xüsusilə də Təbrizə hücumlar həyata keçirilir. Siyasi analitik Asif Nərimanlının fikrincə bu iddiaların arxasında gizli məqsəd dayanır. O əlavə edir ki, İran rejimi Azərbaycanı İsrailə əməkdaşlıqda ittiham etməklə Sindi-Arazın o tayındakı milyonlarla soydaşımızın Azərbaycan dövlətinə olan mənəvi bağlılığını sarsıtmağa çalışır. Bu hücumların məqsədi müharibənin gedişində nəzarəti itirmək riski olan rejimin cənubdakı soydaşlarımızı Azərbaycanla psixoloji ziddiyyətə salmaq və onların gözündə rəsmi Bakını günahkar göstərmək cəhdidir. Asif Nərimanlı qeyd edir ki, bu Bakı-Təbriz qardaşlığını sarsıtmaq üçün həyata keçirilən təbliğat kampaniyasının tərkib hissəsidir. Çünki İran rejimi anlayır ki, böhran vaxtı cənubdakı soydaşların arxasında dayana biləcək, onların gələcəyini düşünə biləcək yeganə dövlət Azərbaycandır. Bu səbəbdən Sepaha yaxın media vasitəsilə Bakı-Təbriz xəttinə nifaq toxumu səpirlər. Dünən gecə İsrailin bəzi ərazilərinə raket atılmasa da, hava hücumu siqnalları işə düşüb və yüz minlərlə insan təşviş içində sığınacaqlara qaçıb. Məhz bu səbəbdən İsraillər gecəni sığınacaqda panika və qeyri-müəyyənlik içində keçiriblər. İsrail mediası baş verənləri İranın kiber hücumu və psixoloji müharibəsi kimi təqdim edib. Bunların xəbərinə görə İran yönlü hakerlər siqnal sistemlərinə müdaxilə edib və bunun nəticəsində saxta təhlükə siqnalı çalınıb. İsrailin Haaretz nəşri bu hadisəni görünməmiş və qeyri-adi bir vəziyyət kimi xarakterizə edib. Qəzet yazır ki, ordu bir saatdan çox müddətdə heç bir səbəb göstərmədən yüz minlərlə insanı sığınacaqlarda saxlayıb. Baş verənlərin əhalidə ciddi psixoloji gərginlik və xaos yaratdığı iddia olunur.